Salam, 13 avqust 2026-cı il. İnşallah ki artıq 3-cü Plaşatkaya çıxan bərə yolu, dar yolu daşlardan təmizlənir, daşlar partladılır. Pilləkanın və yolun daha normal gəlməsi üçün, tam şəkildə Plaşatkaya çıxması üçün yollar preparatorla və daşlar dağıdılır, çapılır. Və inşallah ki bu daşda yolun daha geniş içəri girməsi üçün burada preparatorla dağıdılacaq. İnşallah ki artıq dəmir pilləkanın qurulacağı Plaşatka tam hazırdır. Üst istinad divar hörülüb, beton verilib, alt istinad divar hörülüb və profillər qoyulub. Tamamilə hazırlanıb. Üçüncü Plaşatkadan da müəyyən bir hissəyə beton verilib. İnşallah ki 3-cü Plaşatkanın ağız hissəsi və burada dağıdılacaq daşlar tam hazır olduqdan sonra inşallah ki beton verib tamamilə bağlanacaq. Həm də yuxarı istiqamətdə svarka işləri görülür. İnşallah ki işlərimiz davam etdikcə bu arada məlumatları sizlərə verəcəm.